İranın İsrailə qarşı 21-ci hava hücumu dalğası başlayıb. APA xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə 21-ci dalğası çərçivəsində raketlər və pilotsuz uçuş aparatlarının kombinə edilmiş istifadəsi həyata keçirilib. Bildirilib ki, hücum zamanı Xeybər raketləri Təl-Əvivin mərkəzindəki hədəflərə buraxılıb. Bundan öncə isə İsrail Müdafiə Qüvvələri gecə Beyrutun cənub ərazilərində Hizbullahın istifadə etdiyi çoxmərtəbəli binalarda onlarla hədəfi vurub. Bu barədə İsrail Hərbi Hava Qüvvələrinin X səhifəsində bildirilib. Məlumata görə vurulan hədəflər arasında Hizbullahın İcra Şurasının qərargahı, əməliyyat mərkəzləri və dronların saxlanıldığı ambar da var. Əməliyyat mərkəzləri Hizbullah tərəfindən İsrail Müdafiə Qüvvələri hissələrinə və İsrail dövləti əleyhinə müxtəlif terror hücumlarını hazırlamaq və həyata keçirmək üçün istifadə olunmalı idi deyə məlumatda qeyd olunub. Əməliyyatlardan əvvəl İsrail Müdafiə Qüvvələri cənub ərazilərdə 4 əsas məhəllə üçün Hizbullahın möhkəmləndiyi Dahiyə bölgəsində təxliyə xəbərdarlığı elan edib.